Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 289-da növbəti məsələlərin izahını verəcəyəm. Demək, digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmin məsələlərin izahına baxa bilərsiniz. Kanala abunə olmaq ödənişsizdir, heç bir ödəniş tələb etmir. Məsələ 237-yə baxaq. Çayın mənbəyi ilə mənsəbi arasında atmosfer təzyiqi fərqi 280 mm civə sütun təşkil edir. Çayın orta meyilliyi 0,8 metr/kilometr olarsa, onun uzunluğunu hesablayın. Əvvəlcə qeydlər edək. Çayın meyilliyi nəyə deyilir? Çayın su sərfi nəyə deyilir? Çayın düşməsi nəyə deyilir? Quru suları bölməsindən çayın düşməsi çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqidir və çayın düşməsini tapmaq üçün biz demək mənbənin hündürlüyündən mənsəbin hündürlüyünü çıxmaq lazımdır. Çayın düşməsini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edirik. Burada çayın düsturu var edir, düşməsinin düsturu vardır. Metrlə ifadə olunur. Mənbəyinin mütləq hündürlüyü metrlə, mənsəbin mütləq hündürlüyü metrlə və nümunə olaraq bizə məsələ verilmişdir burada və qeyd edək çayın orta meyilliyi. Çayın orta meyilliyi nəyə deyilir? Çayın düşməsinin onun uzunluğuna nisbətidir. Və meyilliyi vahiddən kiçikdirsə, kiçik olan çaylar düzənlik çayları adlanır. Vahiddən böyük olan çaylar isə dağ çayları adlanır. Çayın orta meyilliyini tapmaq üçün bu düsturdan biz istifadə edirik. Çayın orta meyilliyi metr/kilometrlə ifadə olunur. Çayın düşməsi metrlə ifadə olunur. Çayın uzunluğu kilometrlə ifadə olunur. Və nümunə olaraq bizə misal verilmişdir. Çayın su sərfi nəyə deyilir? Çayın su sərfi demək 1 saniyə ərzində çayın enkəsi ilə keçən suyun miqdarıdır və bu cür düsturdan istifadə olunur. Burada çayın su sərfi, çayın enkəsi sahəsi və çayın sürəti verilmişdir. Çayın bir də qeyd olunur illik axımı. İllik axımı nəyə deyilir? Çayın il ərzində axıtdığı suyun miqdarıdır və çayın orta illik axımını hesablamaq üçün baxın bu düsturdan biz istifadə edəcəyik. 1 saniyədəki su sərfini ildəki saniyələrin sayına vururuq. Baxın bu cür ifadə olunur. Və illik axım bu cür düsturdan istifadə olunur. Məsələ həllərində burada çayın illik axımı, çayın su sərfi. Bir də qeyd edək çayın sıxlığı. Çayın sıxlığı nəyə deyilir? Çay şəbəkəsinin sıxlığı. Su toplayıcı hövzə deyəndə nəyə deyilir? Çayın qolları ilə birlikdə tutduğu sahədir və bu əraziyə düşən bütün demək yağıntıların həmin çaya və ya onun qollarına axır və ərazidən axan çayların uzunluğunun onların hövzəsinin sahəsinə olan nisbəti çay şəbəkəsinin sıxlığı adlanır. Və düstur da bu cürdür. Çay şəbəkəsinin sıxlığı, əsas çay, çayın qollarının uzunluğu və uzunluqları cəmi burada verilir və çayın su toplayıcı hövzəsinin sahəsi. Və burada nümunə üçün misal da verilmişdir. Burada göstərim, sonra keçək məsələlərimizin həllinə. Və məsələ 237-yə baxaq. Çayın mənbəyi ilə mənsəbi arasındakı atmosfer təzyiqi fərqi. Bir də keçən video dərslərdə mən qeyd etmişdim. Çayın nisbi hündürlüyü nəyə deyilir? Çayın mütləq hündürlüyü nəyə deyilir? Qeyd edək. Nisbi hündürlük demək yer səthində bir nöqtənin digər nöqtəyə şaqili xətt üzrə hündürlük fərqidir. Mütləq hündürlük okean və dəniz səviyyəsindən hesablanan hündürlükdür.
Yəni okean səviyyəsi 0 metr qəbul edilir. Okean və ya dəniz səviyyəsi. Azərbaycanda okean səviyyəsi Baltik dənizindən götürülür. Çünki Xəzər dənizi demək okean səviyyəsindən aşağıda yerləşir. Burada qeyd olunur. Xəzər dənizi okean səviyyəsindən aşağıdadır. Avropa ölkələrində isə şimal və ya Aralıq dənizi səviyyəsinə əsasən təyin edilir. Və məsələmizi həll edək. Biz bilirik ki, demək, təzyiq hər yer səthinə dağın ətəyindən zirvəsinə doğru hər 1000 metrdə təzyiq 100 mm civə sütunu aşağı düşürsə, 280 mm civə sütunu x buradan tapırıq. Tənasibi qurub tapırıq 2800 metr. Yəni çayın nisbi hündürlüyü, çayın nisbi hündürlüyü 2800 metr edər. 2800 metrdirsə, deməli çayın düşməsi də 2800 metrdir. Çünki çayın düşməsini biz qeyd etdik. Çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqidir. Və burada tənlikdə biz rəqəmləri yerinə qoyub yazırıq. Bayaqki qaydada meyilliyi tapmaq istəyiriksə, çayın düşməsini çayın uzunluğuna bölürük və metr kilometrlə ifadə olunur. Burada tapırıq 3500 kilometr çayın uzunluğunu tapmış oluruq. Məsələ 238-ə baxaq. Çayın orta meyilliyi 2,5 metr kilometr, uzunluğu isə 1200 kilometrdir. Çayın mənsəbində atmosfer təzyiqi 760 mm civə sütunu olarsa, mənbəyinin mütləq hündürlüyünü metrlə hesablayın. Burada da yenə də biz çayın mənbəyini hesablamalıyıq. Yenə də meyillik düsturunda rəqəmləri yazıb tapırıq, çayın düşməsini tapırıq. Çayın düşməsi olur 3000 metr. Çayın 3000 metr deyirsə və bizə çayın mənsəbində atmosfer təzyiqi 760 mm deyirsə, biz bilirik ki, atmosfer təzyiqi, normal atmosfer təzyiqi hava yer səthinə və orada olan bütün cisimlərə müəyyən qüvvə ilə təsir edir. Bu atmosfer təzyiqi adlanır və atmosfer təzyiqi hava kütlələrinin çəkisindən, havanın temperaturundan, yüksəklikdən asılı olaraq dəyişir. Təzyiqi ölçmək üçün civəli barometr və ya barometr, aneroid cihazlarından istifadə olunur. Həmçinin qeyd edə bilərik, normal atmosfer təzyiqi 45 dərəcəlik paraleldə okean səviyyəsində, 0 dərəcə Selsi temperaturda 760 mm civə sütununa bərabərdir. Atmosfer təzyiqi 760 mm civə sütunundan çox olarsa, o yüksək təzyiq, az olarsa alçaq təzyiq hesab olunur. Və burada qeyd olunur, atmosfer təzyiqi iki cür olur. Üfüqi şaquli zonalıq üzrə dəyişir. Hündürlüyə qalxdıqca havanın sıxlığının azaldığı üçün atmosfer təzyiqi hər 10 metrdə 1 mm civə sütunu, hər 100 metrdə 10, hər 1000 metrdə 100 mm civə sütunu, yəni təzyiq aşağı düşür. Yəni bunları biz bilməliyik. Və demək, bu qanuna uyğunluq təxminən 3000 metrə qədər müşahidə edilir. Və atmosfer təzyiqinin 1 mm civə sütununun azalması üçün tələb olunan hündürlük demək, barik pillə adlanır. Və məsələmizi həll edə bilərik bayaqki qaydada. Əgər təzyiq 760 mm civə sütunu deyirsə, burada qeyd olunur 760 mm civə sütunu olarsa, deməli 0 metr qəbul edilir. Deməli, hündürlük, mütləq hündürlük 3000 metr olar. Mənbəyinin hündürlüyü. Məsələ 239-a baxaq. Çayın orta meyilliyi 1,5 metr kilometr, uzunluğu isə 1800 kilometrdir. Çayın mənsəbində atmosfer təzyiqi 760 mm civə sütunu olarsa, mənbəyinin mütləq hündürlüyünü metrlə qeyd edin. Bayaqki qaydada yenə də demək, rəqəmləri yazıb tapırıq. Çayın düşməsi olur 2700 metr. Yenə də 760 mm deyirsə, demək 0 metr çıxıb tapırıq 2700 metr. Yəni çayın mənbəyi mütləq hündürlüyü 2700 metr.
240 nömrəli məsələyə baxaq. Mənsəbi dəniz səviyyəsinə olan çayın mənbəyində atmosfer təzyiqi 360 mm civə sütundur. Çayın milliyi 2 metr kilometr olarsa bu çayın uzunluğunu tapın. Qeyd edir mənbəyində çayın demək təzyiq 360 mm-dir və qeyd edir ki, dəniz demək mənsəbi dəniz olan çayın. Deməli, erosiya basisi 0 metr qəbul edirik. 0 metrdə də təzyiq 760 mm civə sütununa bərabərdir. Və 760-dan 360-ı çıxıb tapırıq 400 mm civə sütunu. 1000 metrdə təzyiq 100 mm aşağı düşürsə, 400 mm civə sütunu x. Buradan tapırıq 4000 metr. Deməli, çayın düşməsi olar 4000 metr. Və rəqəmləri düsturda yerinə yazıb, milli düsturumuz vardı bizim. Çayın demək düşməsi ilə uzunluğuna nisbəti. Yəni burada 4000 metri x-a bölürük. Yəni millikdə 2 metr kilometrdirsə, milli deməli bizim çayın uzunluğu 2000 kilometr olar. Məsələ 241-ə baxaq. Mənsəbi dəniz olan, yenə də 0 metr, 760 mm civə sütunu. Mənsəbi dəniz olan çayın mənbəyində atmosfer təzyiqi 460 mm civə sütundur. Çayın orta milli 2,5 metr kilometr olarsa bu çayın uzunluğunu hesablayın. Bayaqki qaydada yenə də hesablayırıq təzyiq fərqindən. Biz hündürlük fərqini tapırıq. Hündürlük fərqi olur 3000 metr. Çayın düşməsi 3000 metrdir. Yenə də rəqəmləri düsturda yazıb 2200 kilometr çayın uzunluğunu tapmış oluruq. Məsələ 242-yə baxaq. Düşməsi 2250 metr olan çayın orta meyilliyi 1,8 metr kilometrdir. Və miqyası 1-in 5 milyona olan xəritə nisbəti olan xəritə üzərində çayın uzunluğunu müəyyən edin. Demək, bizə çayın düşməsini verir və meyilliyi verir. Və bir də qeyd edir, demək, çayın rəqəmləri düsturda yazıb tapırıq. Çayın uzunluğu 1250 kilometr, çayın uzunluğu olur 1250 kilometr. Həqiqi məsafəmiz olur 1250 kilometr. Miqyasımız 50 kilometr. Burada ədədi miqyası yəni adlı miqyası izahlı miqyasa çeviririksə, məxrəcdəki rəqəmi 100 minə bölürük. 100 minə bölürüksə, deməli 1 santimetrdə 50 kilometr. Xəritədəki məsafə bərabərdir. Demək, həqiqi məsafəni miqyasa bölürük və 1250-ni 50-yə böləndə 25 santimetr edər. Deməli, xəritədəki məsafə 25 santimetr olar. Məsələ 242-yə baxaq. Uzunluğu 1500 kilometr olan çayın mənbəyində havanın temperaturu -8 dərəcə Selsi, mənsəbində isə 10 dərəcə Selsi olarsa, bu çayın meyilliyini hesablayın. Keçən video dərsdə də buna aid məsələlər qeyd etmişdik. Temperatur fərqini tapırıq. Mənbə ilə mənsəbi arasında temperatur fərqi 18 dərəcə Selsidir. Və temperatur fərqindən də biz hündürlük fərqini tapırıq. Hər 1000 metrdə temperatur 1000 metrdə 6 dərəcə Selsi aşağı düşürsə, 18 dərəcə Selsi x. Buradan biz çayın düşməsini tapırıq. Çayın düşməsi olur 3000 metr. Yəni hündürlük fərqi 3000 metr. Çayın uzunluğu 1500 kilometrdirsə, buradan meyillikdə rəqəmləri yazıb tapırıq 2 metr kilometri tapmış oluruq. Məsələ 244-ə baxaq. Meyilliyi 1,5 metr kilometr olan çayın A çayının düşməsi 2400 metrdir. Sahəsi 24000 kvadrat kilometr olan çayın A çayının yerləşdiyi ölkədə çay şəbəkəsinin sıxlığı 0,4 km kvadrat kilometr olarsa, digər çayların uzunluqlarını hesablayın. Yenə də biz çayın sıxlıq düsturu bizdən demək verilir. Baxın, bu düsturdan biz istifadə edəcəyik. Rəqəmləri yerinə qoyub yazırıq. Burada
və əvvəlcə meyillik düsturunda yazırıq. Çünki bizə qeyd edir ki, meyilliyi 1,5 metr kilometrdir və uzunluğu çayın düşməsi 2400 metrdir. Meyillik düsturumuz var idi, rəqəmləri yazıb, buradan çayın uzunluğunu tapırıq 1600 kilometr, çayın uzunluğu olur 1600 kilometr. Bizim sıxlıq düsturumuz var idi. Demək sıxlığımız oldu 0,4 kilometr kvadrat kilometr və demək çayın çay şəbəkəsinin sıxlığı və bir də sahəsi 24000 kvadrat kilometr. Yeni də rəqəmləri yazıb burada çayın uzunluğunu tapırıq. 9600 kilometreyi tapmış oluruq. Bizdən kilometrlə istəyir. Ona görə çayların uzunluqları burada yazır. 4600 kilometr olar. Və 9600 kilometrdən biz buradan 9600 kilometrdən biz çıxırıq 8000 kilometri, 1600 kilometri tapırıq, 8000 kilometri tapmış oluruq. Çünki bizə deyir ki, demək əgər demək çay şəbəkəsinin sıxlığı 0,4 kilometr kvadrat kilometr olarsa, digər çayların uzunluqlarını hesablayın. Bizdən digər çayların uzunluqlarını istəyir. Digər çayların uzunluqları olar 8000 kilometr. Məsələ 245-ə baxaq. Havanın temperaturu çayın mənbəyində 20 dərəcə Selsi, mənsəbində 17 dərəcə Selsi olarsa, orta meyilli 0,5 metr kilometr olan çayın uzunluğunu hesablayın. Demək, temperatur fərqini olur 15 dərəcə Selsi. Temperatur fərqindən hündürlük fərqini tapırıq 2500 metr. Deməli, çayın düşməsi olur 2500, meyilliyi olur 0,5. Demək ki, tənlik formasında həll edib tapırıq çayın uzunluğu olur 5000 kilometr. Məsələ 28-ə baxaq, səhifə 306-da. Kür çayının demək aşağı axarında demək yatağının en kəsiyinin sahəsi 580 kvadrat metr, çayın orta axın sürəti 0,9 metr saniyə olarsa, onun su sərfini hesablayın. Bizim su sərfi düsturumuz var idi. Bu cür düsturdan istifadə edirik. Rəqəmləri yazırıq. Demək burada yazırıq 580 0,9-a hasili və 522 kub metr saniyə edər çayın su sərfi. 522 kub metr saniyə. Məsələ 29-a baxaq. Qudyal çayın su toplayıcı hövzəsinin sahəsi 800 kvadrat kilometr, hövzədə olan çayların uzunluğu 400 kilometr olarsa, çay şəbəkəsinin orta sıxlığını hesablayın. Bayaqki qaydada yenə də çay şəbəkəsinin sıxlığını demək hesablayırıq. Burada 0,5 kilometr kvadrat kilometr olar. Məsələ 136-ya baxaq. Araz çayının mənbəyinin mütləq hündürlüyü 2990, mənsəbinin hündürlüyü, mənsəbininki -11 metr. Demək 2990 metrdən çıxırıq -11-i, burada toplayırıq. 2 mənfi olduğu üçün 3001 metr. Deməli çayın düşməsi olur 3001 metrdir. Və demək qeyd edir çayın uzunluğu 1072 kilometr olarsa, orta meyilliyi hesablayın. Yenə də bizim düsturumuz vardı. Çayın düşməsinin uzunluğuna bölürük çayın və rəqəmləri yerinə qoyub tapırıq 2,8 metr kilometr. Çayın meyilliyi olur 2,8 metr kilometr. Məsələ 137-yə baxaq. Kür çayının mənbəyi 2740 metr. Demək, hündürlükdə mənsəbinin hündürlüyü -27 metrdir. Kür çayının mənsəbinin hündürlüyü. Və çayın düşməsini və orta meyilliyini tapın. Yenə də buradan 2740 metr çıxılsa -27 metr, 2767 metr çayın düşməsi və çayın uzunluğu 1515 kilometr. Rəqəmləri yazıb tapırıq meyilliyi 1,8 metr kilometr.
Və məsələn 183-ə baxaq.